Salam aleyküm qardaş. Salam qardaş. Helium bakı buradır. Bəli. Mən şar sifariş eləmək istəyirdim. Hansı şarlardan qardaşım? Helium şarlarından. Nə üçün lazımdır? Bu gün mənim ad günümdür. İcazənizlə. Happy birthday to Çox sağ olun, you. təşəkkür edirəm. Çox sağ olun. Çox sağ Happy olun. birthday to you. Bam bam. Qardaşım mən tez bazar zəhmət olmasa yola sal. Problem yoxdur. Nə qədər şar? 30 ədə. 30 yaşınız oldu. Təbrik Bəli, edirəm. çox Bir sağ daha. İyi ki doğdun. Qardaş çox sağ olun da minnətdar. Bayaq ingilis dilində idi, indi türk dilində oxuyurdum. Qardaş bizim aparatlar xarab olubdur. Aha. 15-ini sən doldur, 15-ini mən. Nəyi doldurmay qardaş? Şarı da şar. Niyə doldururam ki? Ağız sənin, yəni deyirəm kömək. Mən sənə deyirəm ki, mənə 30 ədəd şar verin. Başqa şey vermir amma şar verir. Prost deyirəm ki, aparat xarab olub. Ağız-ağıza verək dolduraq da. Ya nə gücdür? Qardaş canım məndən bundan artıq getir. Al bunu sən doldur. O da öz ağzına soxduğun mənə nə versən? Məndən iyrənəsən. Ağızdan. Al bir dənə bunu doldur. Sənin ağzına dəymiş şey nəyirəm? Deyir başqasını verir. Özüm sən bil, orada. Ha qardaş, mənə lazım deyil bu. Üzr istəyirəm. Yəni o ağız sağ verilmir. Elə danışacağam. Başqa şeylərdən də istifadə etmək lazımdır arada. Ağız. Axşamınız xeyir. Axşamınız. Dövlət yol polisi. Kim? Dövlət yol polisi Serjant Məmmədov. Kim? Serjant Məmmədov. Vəzifədən suyu istifadə. Vəzifədən suyu istifadə. Başa düşmədim. Düşmədim. Üstümə xod ölürsən mən. Bu da gözlə. Siz xəstəsiz vətəndaş. Ha? Siz xəstəsiz? Mən Vətəndaş, sən nə olub? Bir özünüzə gəlin. bilirəm. Alo. Nəyimin ağırarsan ha? Başa düşmədim. Ha ağzını Başa düşmədim. Dedim ağzını danışığını bil. Ağzını danışığını bil. Niyə başımdan atırsan? Ha kim vurdu səni? Kim vurursan məni? Kim vurdu? Eləmə, eləmə, eləmə. Dedim eləmə. Əlini çay. Əlini çay. Vətəndaş, sənədlərinizi təqdim edəcəm. Yoxdur sənəd. Vətəndaş, sənədləriniz yoxdur, siz mənlə getməlisiniz. Nə qarmalıyam? Mənlə getməlisiniz. Getməliyəm. Bəli. Mənə intim təklif, Salam ay vəfasız. Ay mənim sevgimi var dövlətdən aşağı bilən insan. Sənin danışmağa haqqın yoxdur. Mən zəng vurmamışam ki barışaq. Mən zəng vurmuşam ki bəzi şeyləri sənin üzünə vurum. Onun pulu var idi, hə? Onun biznesi var idi, hə? Onun bahalı maşınları var idi, hə? Ayıb olsun. Kasıb həyat xoşuma gəlmədi, hə? Amma mənim sevgim var idi. Get, xoşbəxt ol, heç nə danışma, xahiş edirəm. Amma bir şeyə yadıma sal ki, bu gün ayın 12-sidir. Nətər yanına olsun, maşınımın kreditinin vaxtıdır. 27 aydır sən verin. Bu ayda versən onu, gələn aydan burada işə düzəlləm, özüm qəpik yığıb verəcəm. Nə, belə, kişi də öləm sonra, gedirsən, ged Allah xoşbəxt eləsin, prost gətir. Qardaş salam aleyküm. Salam qardaş. Qardaş bu Niva sizindir? Bəli. Bayaq bilmədən biraz balaca arxasını vurdum. Hara. Üstəlik bir şey yoxdur. Bura vurdun? Hə. Evim yıxıldı. Buyur. Mağaracam mən. Bax, Ailəm qardaş. qaldı başsız. Adam mən nə elədim ki? Ay qardaş. Hanı mühafizə orqanları? Hanı niyə gəlmirlər? Qar- Şuraya Qapını sar. da sana, qapını da. Ay heç sən şu qapını eləydi elə. Üstümə şər, mənim üstümə şər, eşidəyib daşar, Buyur. eşidəyib torpaq. Budur sənin maşının, Hə. yandıracam, maşını Qardaş, yandıracam. sən qadınım. Gəl bura. Ay qardaş vallahi Niyə heç nə yoxdur yanmırsan? orada. Elə bir şey yoxdur. Niyə yanmır? Allah. Qardaş, təzəsini al. Mən bilmirəm, təzəsini al qoyuruq. Təzəsini al qoyuruq, xahiş edirəm. Təzəsini al qoyuruq. Sən bu dəqiqə sən salacağam təpimin altına mən. Hamilə qadına qarşı. Salam aleyküm qardaş. Nurdur, salam. Mən Əhməddə getmək istəyirəm. Mən Əhməddə apararsan. Problem yoxdur. Metronun yanına. Hə. Gəl də gəl. Hara gəlim? Əhməddə getmisən? Hə. Dur da Nə ilə gedirik ki? avtobusla gedərik də qardaş. Avtobusla niyə? Öləyinə gedək bu. Maşınla gedirik də. Maşındır bu. 5 Nədir? manat pul verəsən Əhməddə aparacam. 400 manat kreditidir. Dur gəl. Ağarım ay qardaş, o mənim problemim deyil axı. Mən sənə Qardaş deyirəm deyirəm ki, istidir. Saat 10-da da işim var. Tez ol. mən Əhməddə apararsan yoxsa yox? Gedirik də nə qardaş avtobusla gedirik. Lap belə xoşuna gəlmirsə 3 manat sən ver 3 manat mən taksi ilə gedək. Başqa taksinə gedibsə daha sən nə edirəm? Dur gedək, dur gəl. Aytafonza da sökəcəyim. Yolda qulaq asarıq. Üzəyin təzə mahnıları çıxıb. Ayrılacaq. Deyirəm sənə mənə Əhməddə aparsan yoxsa yox? Aparım da qardaş demirəm aparmır. Gedək avtobusla ya da taksi ilə ya da üstə Qardaş, metro ilə sən metro ilə gedək. Hadi metro ilə gedəsən o zaman daha sən nə edirəm? Müsəlmanıq, müsəlman. Gedəsən evə, konsanın altında uzanıb dincələsən. Mən amma bu istidə belim də təmiz sudur. Qayıdacam bura. Ondan sonra gəzə-gəzə qayıdaram evə dana. Ha qardaş, mən səni nə edirəm? Evə gəlsən, ailəlisən. Hə. Ay Allah canını sağ eləsin. Gedək evə, gəlin bacı qəşəngcə məni bankalasın, belimi oyuştursun belə. Hə, Sonra düz səni- Salam mənim qardaşım. Üzrlü sayda sənin durən ad günümə gələ bilmədim, amma hədiyyə
hədiyyəmi gətirmişəm. Nə əziyyət çəkirsən? Xəcalət verirsən. Nə xəcaləti 70 manatlıq gətirdi də. Çox sağ ol, payın çox olsun. Hemen gec gəldin. Nə Bura deyirəm axı 70 manatlıq gətirdi. Hər yerdə tapılmır. Bizə propiya düşdüm. Dükkanda bunu axtardım ki, evində 70 manatlıq olsun. Evdə işdə nə var nə? Evdə işlənən memelərə şükür salaması. Evdən çıxıram uşaqlar deyir hara gəlsən. Deyirəm dostumun ad günüdür, deyirəm 70 manatlıq hədiyyə almağa. Çox sağ ol. Yemək içməyə nəsə. Yox qardaşım sağ ol. Valla yemişəm, içmişəm, 70 manatlıq xərcləmişəm ətrə. Sən can buna bax. 70 manat. 70 manat. Çox sağ ol, Rəsul, çox sağ ol. Bu ayda hava nətərdir? İstidir deyəsən. Hə, dəhşət istidir çöldə hava. İnanırsan 70 manata da bunu verdim, tərlədim. Bəs nə az burada, nə təpəmə? Deyirəm lan. Bu 70 manat, 70 manat. Nə olub be? Yox, üzr istəyirəm qardaşım, amma sənin hədiyyəndə. Bu söhbəti bağladım, özümüzdən danışaq. Ya nə varsan, istirahət eləyəsənmi? Dədə, fikirləşmişdim. Türkiyəyə gedəsiydi. Bileti də danışdım, orada otelimi də danışdım. Bir həftə qalasıydım da. Prosto 70 manat yenə deyirəm, buna verdim. Dur. O Rəsul müəllim, salam. Salam, salam. Aldığımız məlumatlara görə siz Niva markalı maşınınızı satmısınız, yeni avtomobil almışsınız. Doğrudurmu? Doğrudur, açar da əlimdə. Siz banyersiniz, bəs bu qədər pul sizə hardan gəlir? Yaxşı eləyirəm. Qara qura işlərlə məşğulam. Öz biznesimdə öz pulum. Heç kimə dəxli Aldığınız yox. maşının markası nədir? Qiyməti nə qədər? Get sirdir demərəm. Öz işimdə öz pulumdur, əcəb eləmiş. Hansı saat yazır yazsın. Rəsul Abbasovun bahalı avtomobili. Yox, Mən sizin tripaşam. Sizin- Mən özümdən razıyam. Qardaşım bir dənə gəl yansın çağırda zəhmət olmaz. Salam mənim qardaşım. Qarpızda versən deyəsən. Ya bunu ev almışam, deyirəm. Sən tütün deyil. Nə var sizdə? Bizdə ancaq şərbətli. Dolayı bir dənə düzəlt bax greypfrutda. Baş üstə. Bax gör necədir qardaşım. Yaxşı qardaşım, öpürəm. Dəyişim bura. Yox, biraz soyuqlamışam. Hər şey yaxşı. Sən şimdi ol. Alo. Qardaşım dəyişim kömürü, gəlirlər. Ay ki, xəstəsən, sən deyirəm biraz soyuqlamışam. Mənim nömrəmi hardan bilsən, neysə? Dəyişim qardaşım. Nəyə qaqa? Öskürürsən də kömür dəyişim. Yox, o deyirəm soyuqlamışam. Sən öz aradan çıxdın. Gəl necə kömür dəyişək, gəl. Sən mənim əlimdə qalasın, yerdən çıxırsan, belə şey olar. Dəyişim qardaşım. Salam eləşib. Salam qardaşım. Qardaş, mənə kablo lazımdır dənə. Nə telefonusun? iPhone 7 üçün. 8 manat. 5 manat verir. 8 manat. 5 manat ver götür. 8 manat ver götür qardaşım. Öz telefonundan çıxart. Yəni 5 manat yoxsa 8 manat? Sən əvcündən istənsə 8 manat. Soxur 3 manat soxursan. Heç kimə soxma. İlham hamısı halini al. 8 manat qardaşım. Belə pul problemi varsa aşağı edir. Eyb yox, nəysə. Başqa bir dənə nauşik lazımdır iPhone 7 üçün. 15 manat. Problemdir, 10 manat ver götür. 15 manat qardaşım. 10 manat ver götür. Atır sənə. Atanı söyle. 5 Oy, manat. Nə gördün mü? gizdirsən? Sənə atan demirəm. Qardaşım deyirəm ya sənə Ha, atan. nə gizdirsən sən deyirəm? Sənə atanı söyle. Yəni Evet, ona deyirəm almam, 15 manat. vermə. Adamda 2 manat aldı, 4 manat. Görsün deyir 2 manat 50 qəpik adama, çalağı var. Məsələn, mənlə Xeyr qardaşım, 15 manat ən yaxşıdır. Bir başqa şey istənsə aşağıda bir yaxın qardaşların dükanı var, gedir. Yaxın qardaş. Kərim, Kərim. Yedi içdik qəşəngcə. Nətər idi? Allah. Qardaş, bizim zəhmət olmasa şotu verər. Heç nə, atışaq şotu verək. Bu hara getdin bu? Həmişə belə variantlar eləyirsiniz də. İndi mən sizin başınıza oyun açım, siz də baxın. Buyur qardaşım. Gör indi mən sizin əcinə sıxallam. Hə, gəlin. Həmişə belə variantlar eləyirsiniz. Yetmişik qardaş, bir şey gəlir. Yalansan. Ne oldu vay sana? Nə oldu? Oy. Xoşuna gəldi. Ay gələn dəfə özünü qoy. salam eləşib axşamınız xeyir. Dövlət Polisi Serjant Məmmədov. Danış. Ali, danış, tez ol, danış. Mənim telefonum səndə necə yazır? Nə yazır mənim telefonum səndə? Ver bura. 500 manatlıq kontu var. Kimdən danışdın? 2 dəqiqə içində kimdən danışdın mənim Nə telefonumla? danışırsan sən? Xəstəsən sən? Mən təkrar sözmə. Abi, Başıma niyə çırpsan ora? Yersiz ha görsən. sən gicsən, nə qaşımsan? Nə hər üçün? Niyə vurursan? Böyrəyindən niyə vurursan? Böyrəyində Ha qaş səni var. vuran oldu burada, ha? Böyrəyində qaş var. Niyə vurursan böyrəyimi? Niyə vurursan böyrəyimi? Abala, gəl min maşına. Kışkırma, üstüme kışkırma, kışkırma benim üstüme. Dedim elini çek elini. Ay ayağım bir an. Aç ki, otur maşına sür çık get yine. Nətər sürüm? Səhərdən niqalkanı gözümə soxsan fır gözüm tutulub amma görmürəm. Bax görmürəm. Kömək elə görmürəm. Ürəyim yatsın. Ürəyim yatdı, dərman ver. Deyirəm otur maşına sürün, yoxsa mən bu dəqiqə post patronu çağıracağam. Səni aparıb soxacaqlar içəri, yatarsın orada ağlın gələcək. Sən kim? Mən səndən yatım. Nə?